gəlin. Axı dünən manav sənin əlində idi. Atam məni yarı yolda düşürdü ki, bunu özüm eləyəcəm. Çox sağ olsun. Mənə çox böyük kömək elədi. Gərək qonaq çağıraydın. Özünlə götürüb gələrdin. Yaxşı. Bir gün hər şeyi başa düşəcəksən. Səni necə sevdiyimi. Qumru yaşadığı kəndə getdi. Kəndə? Hə. Hər şey yaxşıdır? Bura bax, de görüm ailən sənə hörmət eləyir, hə? Biz Humayunla barışdıq. Mənə də görüm, Əbrarın bu işlərdə əli var. Onun Manav bəyin bir çox işləri ilə birbaşa əlaqəsi var. Səhv eləmirəmsə, o bu yolla getdi. Qumru həmişəlik kəndə getdi. Bir də qayıdıb gəlməyəcək. Niyə getdi? O ailə qurmalıdır. Oğul uşaq sahibi olmalıdır. Məndən qaçmaq istəyəndə yıxıldın, huşunu itirdin. Atam sükan arxasındaydı. Hey, cəsur oğlum. Atam hardadır? Hardadır atam? Mən hardan bilim atan hardadır? İcazə verirsiniz? İndi sənə icazə olar. Yaxşı. Eşitdim bacımla barışmısan. Niyə mənə deməyib getdin? Dedim, səni intizarda saxlayım. Bunu bacardın. Gələndə özünüzlə sevgi də gətirin. Yaxşı. Hə, sifarişləri qızımla göndərəcəm. Yaxşı. Belə hörmətsizlik eləməyin. Yanınıza gələndə heç olmasa yerinizdən durun. Ay səni çox bilmiş. Nədir, sən vəziyyətdən çıxmaq istəyirsən? Qolunuza nə olub? Qoluma fikir vermə. Dünən yox idi axı. Sənə dedim axı, fikir vermə. Başqa mövzuda danışaq. Yaxşı. Onda mən gedim, paltarımı dəyişim, gəlim. Yaxşı. Xəstəlik sonuncu mərhələdədir. Əməliyyat olunsa belə, yaşamaqdan çox ölmək təhlükəsi var. Əməliyyat olunmasa onsuz da öləcək. Elədir? Hə. Amma bir müddət yaşaya bilər. Mən onu əməliyyat olunmağa razı salacağam. Xəstənin də razı olduğunu bilməliyik. O razı olacaq. Yaxşı. Qərarınıza hörmət eləyirəm. Əməliyyat doğru yolda. Çox sağ olun. Bəs əməliyyata nə qədər pul lazım olacaq? Sizə dəqiq bir söz deyə bilmərəm. Amma çox pul lazım olacaq. Əbrar buradaydı. Görəsən kimlə dalaşıb? Alo, yoldaş mayor. Eşidirəm. Siz dərhal Cəsuru tapın. Nəsə olub? Hardan olur olsun tapın. Axı nə olub? Görünür, dünən Manav bəy nəsə eləyib. Yaxşı, onu taparam. Sən Manav bəydən göz qulaq ol. Yaxşı, mən burada ona nəzarət eləyərəm, narahat olmayın. Hər şey yaxşıdır. Səndən şübhələnmədi ki? Yox, məndən şübhələnmədi. Yaxşı. Deməli polis imiş. Mən düz fikirləşirdim. Şübhələrim doğru çıxdı.
Soyuq da vacib idi. Yaxşı. Az da olsa dolanmağımıza kömək eləyər. Görəsən bu ünvan hardadır? Bağışlayın. Buyurun. Burada yazılan ünvanın harda olduğunu bilirsiniz. Mən tapa bilmirəm. Bu ünvana hələ 15 kilometr məsafə var. 15 kilometr? Hə, Yaxşı, sağ olun. dəyməz. Vay. Telefonum da yadımdan çıxıb evdə qalıb. Elə pul qabım da. Vay, mən indi neyniyəcəm? İndi evə necə gedəcəm? Ay Allah. Düz getməyə davam eləyim. Fərhad, Alçaq, Yunis, gəldin əclaf. sənlə danışmağa gəlmişəm. Dünən söhbətimiz yarımçıq qaldı axı. Şərəfsiz. Onsuz da ömrünə az qalıb. Gəl, oturaq, dost kimi söhbət edək. Alçaq. Gəl bura. Hey, Əlimi burax. sən nə inirsən Fərhad? Bu hələ başlanğıcdır. Səndən qisas almayana qədər ölməyəcəm. Burax əlimi. İndi neyniyəcəm? Heç pulum da yoxdur. Telefonum da evdə qalıb. Bir dənə maşın da gözə dəymir. Mən indi neyniyəcəm, hə? Görəsən hara gedim? Hansı tərəfə? Gəldim, gəldim. Salam aleyküm. Aleyküm salam. Ustad, mən bacara bilmədim. Sus. Nəsə olub? Evdə kimsə var? Hə, gedək. Həyətdə söhbət eləyək.
Salam əleyküm. Salam əleyküm, necəsiz? Yaxşıyam, sağ olun. Bu kimdir? Bu mənim biznes tərəfdaşımdır. Onu hara aparırsınız? Buyurun, içəri keçin. Çay için. Süfrə hazırlayarım. Sağ ol. Dilarə, lazım deyil. Biz açıq havada söhbət eləmək istəyirik. Elədi Əlişir Danyaloviç. Elədir. Yaxşı. Elədirsə gəlin gedək. Oldu. Görəsən bu kimdir? Manafın əlaltıları çoxdur. Yaxşı. Kəndin adı Dalagüzar. Of. Lənət şeytana, internet işləmir. İndi necə tapacam? Salam əleyküm. Bir dəqiqə gözləyin. Ha? Demək istəyirdim, mənə köməyiniz lazımdır. Aleyküm salam. Deyəcəkdim ki, məni bu ünvana apara bilərsiniz? Xahiş eləyirəm. Çaşıb qalmışam. Siz səhv edirsiniz. Mən taksi deyiləm. Mənə kömək eləyə bilməzsiniz? Başa düşmədim. Necə kömək eləyə bilərəm? Xahiş eləyirəm, məni bu ünvana aparın. Biraz piyada geçsəz, əsas yola çıxacaqsınız. Oradan taksilər keçir. Taksi saxlayıb ondan gedərsiniz. Yaxşı? Pulum olsaydı, onda özüm gedərdim. Deməli pulunuz yoxdur. Bunu bayaqdan deyin də. Desəydiniz ki, məqsədim puldur, sizə pul verərdim. Mənə sizin pulunuz lazım deyil. Hardan gəlirsiniz, ha? Kənddən gəlmişəm. Deməli eviniz uzaqdadır. Elədir. Yaxşı. Mənə kömək eləyəcəksiniz? Pul verim, ha? Mənə sədəqəniz lazım deyil. Oy. Nə qəribə qızdır. Düzü heç mən bilmirəm, bacının hiləsinə necə inandım. Fərhad, sən fikirləşdiyin olmayıb. Nədir? Onda sən onu uşağını öldürmək üçün uğurlamışdın. Nə bilim, dostum. Bir səhv idi də elədim. Əsas oldu, onun özünə heç nə olmadı. Bəs uşaq necə? Hələ doğulmadan nakam öldü. Hamınız ağız dolusu uşaq deməyin də. Uşağın öldüyünə görə təəssüf eləyirəm, düzdür? Qisməti beləymiş də, neyniyək? Bəlkə sənin də qismətin həbsxanada ölməkdir.
Ay Fərhad, nə qədər pis olsa da, o sənin bacındır. Nədir? Onu da həbs elətdirəcəksən? Mən hələ bacımdan şikayət eləməmişəm. Sənin öz ağlın var idi. Öz fikrinlə hərəkət eləyə bilərdin. Məni tutsalar, onu da ələ verəcəm. Su meymunun boğazına çıxanda balasını da ayağının altına alır. Başa düşdün? Nə kağız versələr, hamısına qol çəkəcəm. Deyəcəm qalanını özünüz yazın. Yaxşı. Bacım da olsa səhvi varsa cəzasını alsın. Kimə zəng eləyirsən? Polisə. Ey, bura ver görüm. Ver, bura ver telefonu. Ver dedim. Bir bunun gününə bax da, ha? Vəziyyətinə bax. Ölürsən, niyə məni həbs elətdirmək istəyirsən, ha? Ha? Mütləq həbs elətdirməlisən? O ərizəni geri qaytar. Yox. Hətta ölüm ayağında da yaxşılıq eləməyə qadir deyilsən. Qumru, Hə, xala, bir problem var. nəsə olub? Şirinlə paltarları göndərmişəm. Amma köhnə sifarişçinin ünvanını vermişəm. Hə, onda zəng elə. Telefonu da evdə qalıb. Onda özünün əlaqə saxlamağını gözləməliyik. Başqa yolumuz yoxdur. Mən neynədim axı? İlahi, nə qədər ki yox idin, bir adam gəlib qapını döyməzdi. Gedim görüm kimdir. Hə, yaxşı. Mən çox ürəyi yumşağam. Yazıq qıza kömək eləməliyəm. Xanım qız, yaxşı, gəlin oturun. Mən çox mərhəmətliyəm. Ürəyim dözmədi. Gəlin oturun. Yox, sağ olun. Siz gedin. Sizin köməyinizə ehtiyacım yoxdur. Yaxşı görək. Sonra vicdanım sızıldayacaq axı. Yaxşı, gəlin oturun. Zarafat elədim. Yox, özüm piyada gedəcəm. Narahat olmayın. Nədir, indi sizə yaxşılıq eləmək üçün yalvarmalıyam? Doğrudansa kömək eləmək istəyirəm, oturun. Sizə aparıb qoyaram. Yaxşı da çəkinməyin, gəlin oturun. Gəlin, mən hamıya belə yaxşılıq eləmirəm. Yaxşı, soyuqdur. Onsuz da özüm gedib çata bilməyəcəm. Oturun. Nə qəribə deyək. Hə, oturdunuz? Onda getdik. Deyəsən mənim üçün darıxıb dalımca gəlmisiniz. Hə. Salam əleyküm. Xala. Aleyküm salam. Necəsiz? Yaxşıyam, Yaxşı sağ olun. gəldiniz. Hə. Xala, bu həmin Arzu xaladır. Vay! Qumru sizi çox tərifləyirdi. Nə yaxşı gəldiniz. İçəri gəlin. Hə. Soyuqda Gəlin. dayanmayın. Onu apar Qumru. Ustad, bu qadın kimdir? Polisdəndir. Bəs sizin evinizdə nə gəzir, ha? Görünür, məni izləyən casusdur. Deməli, ciddi işə başlayıblar, ha? Deyəsən elədi. Deməli, onu ifşa elədiyinizdən xəbəri yoxdur, düzdür? Düzdür. Belə baxıram, Əbrarın
məsələsi alınmayıb, elədir? Heç bilmədim necə oldu. O birdən mənə arxadan hücum elədi. Yaxşı. Onda tapançanı mənə ver. Ustad, tapança həmin yerdə düşdü. Məncə onu Əbrar götürüb, bu dəqiqdir. Deyirəm, əsəbləşməyim, amma məni məcbur eləyirsiniz. Ustad, bağışlayın, günahkaram. Çıx get. Yaxşı, bağışlayın. Yaxşı. Mən getdim. Gözləyin. Bu mənim evim deyil. Nə? Heç bilmirəm hansı küçəyə gəlmişəm. Hara getməliyəm? Heç olmasa əsas küçəyə kimi aparın da. Məni bezdirdiniz, lap başıma çıxdınız. Başa düşmədim. Lap başıma bəla oldunuz. Nə dediniz? Hə? Axı siz nəsə dediniz? Yox, heç nə. İndi elədiyiniz yaxşılığa görə mənə minnət eləyirsiniz? Yox. Yaxşı, tez gedin gəlin. Gedin. Yaxşı. Aydan evə gəldi xala. Yox, hələ qayıtmayıb. Nədənsə narahatsız? Hə, xalam qızı Şirin telefonunu evdə qoyub gedib. Artıq 2 saatdır. Üstəlik ona səhv ünvan vermişəm. Çox narahatam. Nə ünvan? Qısası malları sifarişçilərə aparmaq lazım idi. Xalam səhvən ona başqa sifarişçinin ünvanını verib. Narahat olmayın, birazdan gələr. İnşallah tək elə olsun. Yemək götürün zəhmət olmasa. Çəkinməyin, götürün. Çox sağ olun. Yaxşı. Yemək yiyin xala. Gəlin, o buradadır. Vay, Fərhad, nə oldu? Fərhad, sənə nə olub? Ay, Fərhad, qalx. Qalxın. Qalx. Oturun. Sənə yenə nə oldu, hə? Yaxşısınız? Vəziyyətiniz yaxşıdır? Sizi də narahat elədim, hə? Sizi təcili əməliyyat eləmək lazımdır. Sonra əməliyyatdan çıxmasam necə? Bu gedişlə də çox yaşamayacaqsınız. Yaxşı. Qalan ömrümü uşaqlarımın yanında keçirmək istəyirəm. Bağışlayın, amma onlar sizi bu vəziyyətdə görsələr lap narahat olacaqlar. Əməliyyat pulu nə qədər ola bilər? Sən onu fikirləşmə, mən pulu tapacağam. Pulu hardan tapacaqsan? Biz özümüz xəstəxananın hesabından əməliyyat eləyəcəyik. Doğrudan? Hə, əlbəttə. Zarafat eləmirsiniz. Yox. Əgər sağalsam, onda mən borcunuzu ödəyəcəm. Əgər əməliyyatdan sağ çıxmasam, ailəmdən heç nə istəməyin. Xahiş edirəm. Mən sizdən heç nə istəmirəm. Çox sağ olun. Siz yaxşı insansınız.
Lap boğaza yığıldım. Ey, xanım qız, nə oldu, ha? Anam mənə səhv ünvan verib. İndi nə edəcəksiniz? Deməli, mən bu qədər yolu boş yerə gəlmişəm, hə? İlahi. Mən indi nə edəcəm? Yaxşı, bircə ağlamayın, yaxşı. Ağlasaz mən çox pis olacağım, ağlamayın da. İndi evə necə gedəcəm? Heç pulum da yoxdur. Bunu verib pulunu almaq istəyirdim. Dedim axı, istəsəz sizə pul verə bilərəm. Yaxşı, sizə apararam. Ünvanınız hardadır? Gəl qızım. Şirin zəng eləmədi, xala. Yox. Arzu xanım getdi. Özüm yola saldım. Yazıq, o qədər yol gəlmişdi. Heç onu yaxşı qarşılayıb yola sala bilmədim. O sənin vəziyyətini başa düşdü. Telefonunuzu verə bilərsiniz. Zəng eləyim. Götürün. Amma bircə ağlamayın da, yaxşı? Yaxşı. Siz rahat danışın, mən maşını sürüm, yaxşı? Alo, Alo, ana. Şirin? Mənə səhv ünvan vermişsən. Hə, bilirəm. Səhv ünvan vermişəm. Yaxşı, tez gəl qızım. İndi gəlirəm. Çox şükür. Yoldadır, gəlir. Dayan. Gözlə. Tələsi iş görmək heç yaxşı deyil. Özüm bilərəm. Sən get. Salam aleyküm. Salam aleyküm. Əleykümə salam. Sən kimsən? Hörmətsizlik eləməyin. Mən cinayət axtarış şöbəsindən kapitan Rəhimovam. Yəni siz mövcudsuz? Bəs niyə gözə dəymirsiniz? Nədənsə narazısınız? Yox, niyə ki? Siz əla işləyirsiniz, heç bir səhviniz yoxdur. Hər şey idealdır. Sizə bir-iki sualım var idi. Buyurun. Amma biraz tez olun, çünki vaxtım yoxdur. Manaf bəy haqqında. Mən o adamı tanımıram. Atanız onunla dostdur. Onda atamdan soruşun da. Niyə məndən soruşursunuz? Hə, doğrudan. Mən getdim. Mənim vaxtım yoxdur. Onu kimin tanıyıb, kimin tanımadığına hələ baxarıq. Bıy, Humayun. Salam əleyküm. Əleykümə salam. Yaxşı, de görüm sən burada nə edirsən? Bəs siz qumrunu görməyə gəlmişdiniz? Hə, onu görməyə gəlmişdim. Yaxşı, onda gəlin sizi evə aparım. Yaxşı. Buyurun, oturun.
Buralarda taksi elə də çox deyil. Hə, günortadan sonra çoxu şəhərə getmir. Sənin də evin buralardaydı, hə? Hə, elədir. Vay, indi əziyyət çəkib məni aparacaqsan, mən özüm gedərdim də. Yox, yox, mən evimizə getməmişəm. Hə, niyə? Atanla görüşmədin? Yox, Niyə? Bayaqki kişi kimdir? Sənə dedim axı. Mənim biznes tərəfdaşımdır. Görünüşündən işçiyə oxşayırdı. Elə geyimi də çox adi idi. Gəl, Dilarə, özümüz haqqında danışaq. Mən səninlə evlənmək istəyirəm. Tezliklə qanuni nikah bağlayarıq. Siz mənə şəriət nikahı demişdiniz. Oturub fikirləşdim ki, səndən başqa heç kim məni xoşbəxt eləyə bilməz. Doğrudan? Hə, Bunu nə vaxtdan hiss eləmisiniz? hiss eləmək üçün vaxt lazım deyil ki. Əsas odur, mənim yanımda ol, əzizim. Məncə, biraz həddinizi aşırsınız. Yanımda belə gözəl olanda özümə ələ ala bilmirəm. Neyniyim? Düzünü desəm, özümlə bacara bilmirəm. Hələ nikah bağlamamışıq. Sizin kimi imanlı, etiqadlı adam üçün nikah birinci yerdə olmalıdır. Manaf, özünü ələ al. Odla oynayırsan. Bu xanımın ünvanı hardadır? Ey, mənə baxın. Ha? Yoxsa məni aparmağınızdan narazısınız? Bir dəqiqə. Lazım deyil. Maşını saxlayın, mən düşürəm. Estağfurullah. Saxlayın maşını. Hey, Belə dayanın. eləyəcəyinizi Mən- bilsəydim, axı- maşınınıza Axı minməzdim. mən sizə heç nə demədim. Onda niyə belə əsəbi görünürsüz? Mənim öz problemlərim var. Onları fikirləşirəm. Onda maşını gülə-gülə sürün. Biraz gülərüzlü ola bilərsiniz də. Danışıb gülə-gülə də gedə bilərik. Qaşqabağınızı elə sallamısınız ki, baxmaq olmur. Bax, gülürəm. Yaxşıdır? Yaxşıdır. İşimiz var da. İndi danışın. Bu qədər pulu hardan tapmaq istəyirsiniz? Bu çox çətin məsələdir. Tapacağım, tapacağım. Lazım olsa evi də satacağım. Düz eləyirsiniz. Pul, ev tapılar. Amma can tapılmaz. Deyəsən ərinizi çox sevirsiniz, hə? Siz 2-3 günə ən azı $5,000 tapmalısınız. Ondan sonra əməliyyat gününü təyin eləyəcəyik. Tapa biləcəksiniz? Hə, tapacağım.
Siz əməliyyat vaxtını dəqiqləşdirin. Yaxşı. Kaş hər kişinin sizin kimi mərd həyat yoldaşı olsun. Sağ olun. Yaxşı, salamat qalın. Sağ olun. İndi bu qədər pulu hardan tapacağam? Ha, ne oldu? İşiniz bitti? Aldım Aa. pulumu. Əla, laf yaxşı. Hə. Belə görürəm daha ağlamayacaqsınız, ha? Mən Yaxşı, onda mən gedim də, ha? yaxşı. Yaxşı, gəlin sizi əsas küçəyə kimi aparım. Buradan yolu səhv sala bilərsiniz. Həm də əsas yola gedənə kimi vaxt itirəcəksiniz. Yaxşı, oturun. Gedək? Hə, sürün gedək. Dəqiq? Hə, Ha. sürün, sürün. Sürün gedək. Sizdən bir şey soruşmaq istəyirdim. Soruşun. Siz hansı kəndə getmək istəyirsiniz? Kəndin adı var? Bu sizə maraqlıdır? Yox, elə də maraqlı deyil. Dalagüzar kəndinə gedəcəm. Nə? Dalagüzar? Elə mən də o kəndə gedirəm. Məni yoldan çıxartmaq üçün başqa yol tapmadınız? Nə? Yox, mən düzünü deyirəm. Mən doğrudan Dalagüzar kəndinə gedirəm. Amma düzü bilmirdim necə gedim. Nə yaxşı oldu. İndi sizlə bir yerdə gedərik, hə? Bu necə ola bilər? O qədər kənd var. İşiniz məhz Dalagüzardadır? Hə. Sevgi məsələsi ilə bağlı gedirəm. Sevgi böyük gücdür. Əla, yaxşı oldu. Qısası orada yaşayan bir qızı sevirəm. Yaxşı, dedim ki, lazım deyil. Başqalarının sevgisi məni maraqlandırmır. Yaxşı. Oldu. Necə istəyirsiniz? Hə? Niyə dayandınız ki? Budur. Bax, bu da əsas yol. Pulunuz var, düzdür? Taksiyə minirsiniz, kəndiniz Dalagüzara gedirsiniz, yaxşı? Axı, indi dediniz ki, məni aparacaqsınız. Axı, özünüz narazısınız. Deyirsiniz, getmirəm. Məni aldadırsınız. Budur, pulunuz da var. Bu da yol. Taksiyə minib gedirsiniz. Zarafat elədim də. Məni aparın da. Xahiş eləyirəm. Bəs deyin, zarafat eləyirəm də. Hə, zarafat eləyirəm. Yaxşı. Onda gedək? Hə, gedək. Yaxşı. Serial Space televiziyasının sifarişi ilə dublyaj olunub. Qumru? Salam. Atanın niyə özünü qurban verdiyini bilirsən? O sənin sağ qalmağın üçün özünü qurban verdi. Sənə təklifim var. Kim bilir sən mənə necə təkliflər hazırlamısan? Bu Cəfərdir nədir? Normal adam oxşayır, amma zır dəlidir. Onu güclə yola saldım. Bu gecəni mənlə keçir. Qumru yanındadır. Telefonu ona ver. Mən Qumru adında adam tanımıram. O indi mənim əlimdədir. İndi hardasan? Mən çöl yolundayım. Mən indi ora gəlirəm. Bir nəfəri aradan götürmək lazımdır. Onu öldürmək lazımdır.
Bura necə gəldin? Divardan aşıb gəldim. Bəs doyunbazlıq elədin. İndi lap uzaq bir yerə getmək vaxtı gəlib çatdı. Cəfər gələndən sonra bu qız yaman dəyişib. Deyəsən elədi. Hə, 100 yaşa şagird, afərin. Hə, Əbrar, sənsən? Əgər pul tapıb versən, elə bu gün ərzəmi geri götürəcəm. Bu çox gözəl təklifdir. Ata, Atacan! Atacan!